Bugün mən sizə yerin su təbəqəsi bölməsində güvən, demək ki, abituriyentlər, yuxarı sinif şagirdlər və müəllimlər üçün dərs vəsaitindən 2024-cü il nəşriyyatı səhifə 166-da demək yerin su təbəqəsi bölməsindən adalar və yarımadalar haqqında məlumat. Burada demək biz bilirik ki, məlumat verək. Adalar nə deyilir? Dünya okeanında böyüklüyünə görə müxtəlif quru sahələri, adalar yerləşir və onlar materiklərin ölçülərinin daha kiçik olması ilə fərqlənir. Mənşəyinə görə adalar vulkanik, materik və mərcan mənşəli olmaqla üç qrupa bölünürlər. Vulkan mənşəli adalar həm konvergent, həm divergent sərhəddə vulkan püskürmələrindən yaranırlar. Materik mənşəli adalar geoloji keçmişdə materikin bir hissəsi olmuşlar və tektonik hərəkətlər nəticəsində bəzi ərazilər dönərək demək su altında qalmış, dəniz səviyyəsindən yuxarıda qalan quru sahələrin isə adaya çevrilmişdir. Və mərcan mənşəli adalar mərcan poliplərindən ibarət olub, əsasən tropik mühitlərdə yaranırlar. Və qeyd edək, materik mənşəli adalar Sakit okeanda, Atlantik okeandakı adalar. Birinci video dərsimizdə Sakit okeanda və Atlantik okeandakı bir neçə ada haqqında məlumat vermişik. Daha ətraflı kanala abunə olub həmən məlumatları izləyə bilərsiniz. Və vulkanik mənşəli adalar burada da qeyd olunmuşdur. Mərcan mənşəli adalar daha ətraflı və sonra digər okeanlardakı adalar haqqında məlumat verəcəm və növbəti adaya baxaq. Növbəti adamız koordinatlarına baxaq. Olunur. İlk dəfə Finikiyalılar tərəfindən bizim eradan əvvəl 13-cü əsrdə Melita formasında alınır. Hind-Avropa dillərində Mala, Melo, dağ, təpə, Finikiya dilində isə Malat, buxta, sığınacaq anlamını verir. Rodos adası. Rodos adası Egey dənizindəki ada. 12 adasının ən böyüyü və ən böyüyü Yunanistanın ən şərq adası. Burada adanın eyni adlı inzibati mərkəzidir. Türkiyə sahillərinin ən yaxın nöqtəsi olan Bozburun demək yarımadasından 18 kilometr məsafədədir. Sahəsi 130 demək sahəsi, daha doğrusu yaşayan əhali 130 min nəfərdir. Bunun da 55 mini Rodos şəhərində yaşayır. Coğrafi koordinatlarına baxaq. 36 dərəcə şimal enliyi və 27 dərəcə şərq uzunluğunda yerləşir. Aralıq dənizində və Egey dənizində yerləşir. Və xəritədəki yerinə baxaq. İrlandiya adası. İrlandiya adası Avropada böyüklüyünə görə 3-cü ada.
Ada ərazisi İrlandiya Respublikası və Birləşmiş Krallığının dövlət sərhədləri ilə iki dövlət arasında bölüşdürülüb. Sahəsi 84.421 kvadrat kilometr, əhalisi 6 milyon nəfərdən çoxdur. Coğrafi koordinatları 53 dərəcə şimal enliyi və 8 dərəcə qərb uzunluğunda yerləşir. Böyük Britaniya adası Avropada ərazisinə görə ən böyük, dünyada 9-cu ada, 63 milyon nəfər əhalisinə görə dünyada Yava və Xonsu adalarından sonra 3-cü yeri tutur. Sahəsi 228.938 kvadrat kilometr, əhalisi 65.121.000 nəfər. Coğrafi koordinatları 54 dərəcə şimal enliyi, 2 dərəcə qərb uzunluğu. Yarımkürələr xəritəsinə fikir verək. İrlandiya adası və Böyük Britaniya adası. Və fikir verək Greenwich meridianı, yəni 0-cı meridian. 0-cı meridian. Əgər fikir versək, Greenwich meridianı. Demək, Böyük Britaniya adası Greenwich meridianı keçir London şəhərindən, yəni 0-cı meridiandan keçir. Böyük Britaniya adası və İrlandiya adası. Ölkə olaraq Birləşmiş Krallıq və İrlandiya. İrlandiya adasında İrlandiya Respublikası və Böyük Britaniya adasında Birləşmiş Krallıq yerləşir. Zelandiya adası Baltik dənizinin ən iri, Danimarkanın isə Qrenlandiya və Disko adalarından sonra 3-cü iri adasıdır. Ölkə olaraq Danimarka ərazisi hesab olunur, Baltik dənizində yerləşir. Sahəsi 7031 kvadrat kilometrdir, hündür nöqtəsi 126 metrdir. Əhalisi 2 milyon nəfərdən artıqdır. Coğrafi koordinatları 55 dərəcə şimal enliyi, 11 dərəcə şərq uzunluğunda yerləşir. Balear adaları Muxtar icması 5 böyük adadan və onları əhatə edən bir neçə kiçik adadan ibarət İspaniyanın muxtar bölgəsidir. Bütün İspaniyanın rəsmi dili olan İspan dili ilə yanaşı Katalan dili də bu bölgədə rəsmi dildir. Bölgəni təşkil edən 5 ən böyük ada Mallorca, Menorca, Ibiza, Cabrera və Formenteradır. Ümumi sahəsi 4992 kvadrat kilometrdir. Və tarixi haqqında burada məlumat verilmişdir. Videonu saxlayıb daha ətraflı məlumat ala bilərsiniz. Antil adaları Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupudur.
Adaların sayı 50 adadan ibarətdir. Ən böyük adası Kuba adasıdır. Ümumi sahəsi 228.662 kvadrat kilometr, hündürlüyü 3087 metr, əhalisi 42 milyon nəfər. Ölkə olaraq Kuba, Haiti, Dominikan Respublikası, Yamayka, Puerto Rico yerləşir və coğrafi koordinatlarına gələk 12 dərəcə şimal enliyi, 68 dərəcə qərb uzunluğunda yerləşir. Yarımkürələr xəritəsinə fikir verək. Böyük Antil adaları və Kiçik Antil adaları. Balear adalarını göstərmədim. Yarımkürələr xəritəsində İspaniyaya məxsus Balear adaları. Havay adaları demək 24 adadan və atoldan, eyni zamanda Sakit Okeanın şimalında yerləşən çox sayda xırda adalardan ibarət arxipelag vulkanik mənşəlidir. Öz adını böyük adası olan Havayın adından almışdır. Amerika Birləşmiş Ştatlarına məxsusdur. Sakit Okeanda yerləşir. Sahəsi 28.311 kvadrat kilometrdir. Hündür nöqtəsi 4207 metr. Əhalisi 1 milyon nəfərdən artıqdır. 21 dərəcə şimal enliyi, 157 dərəcə qərb uzunluğunda yerləşir. Və adaların böyük hissəsi Amerika Birləşmiş Ştatlarının 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Ryukyu adası demək, yarımkürələr xəritəsindəki yerinə baxaq. Ryukyu və yaxud da Nansey adaları. Coğrafi koordinatları 26 dərəcə şimal enliyi, 127 dərəcə şərq uzunluğunda yerləşir. Şərqi Sibir dənizi ilə Filippin dənizi arasındakı sərhəddə malikdir. Aleut adaları Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli
Yarımkürələr xəritəsinə fikir verək. Aleut adaları. Sezən dərəcəli Galapagos adaları Sakit Okeanın şərqində Ekvadora aid arxipelagdır. Uzaq və təcrid olunmuş adalar Cənubi Amerika qitəsinin təxminən 1000 kilometr qərbdə yerləşir. Sahəsi 50.000 kvadrat kilometrdir. Yarımkürələr xəritəsinə fikir verək. Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu. Axot dənizini Sakit Okeandan ayırır. 30-dan çox böyük ada, çoxlu kiçik ada və qayalardan ibarətdir. (56 adadan mövcuddur. 10.500 kvadrat kilometr. Hündür nöqtəsi 2339 metr. Əhali sayı 19.276 nəfər. Ölkə olaraq Rusiya və Yaponiya ərazisi hesab edilir. Kuril adaları. Fiji adası. Fiji adası Sakit Okeanın cənub hissəsində Melaneziya adalar qrupunda yerləşən ada dövlətdir. Fiji həmçinin həm ada, həm də ada dövlətdir. 300 adadan təşkil olunan arxipelagdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir. 300 adadan yalnız 110-da məskunlaşma mövcuddur. Əhalisi 895.000 nəfərdir. İqlimi tropik iqlimə malikdir. Orta illik temperaturu 26-30 dərəcə Selsi arasında dəyişir. Əhalinin təxminən 900.000 nəfərdir. Əsas hissəsi yerli Fiji xalqı, Tauki və Hindistan mənşəli Fijilər təşkil edir. Rəsmi dil İngilis dili, Fiji dili və Hind dilidir. Yarımkürələr xəritəsinə fikir versək, vulkanik mənşəli adalara fikir verək. Burada həm Sakit Okeanda, həm də Atlantik Okeanda yerləşən vulkanik mənşəli adalar.
Biz bilirik ki, Okeaniya adaları, Okeaniya demək ki, 3 qrup adalardan Mikroneziya, Melaneziya və Polineziya adalarından ibarətdir. Və burada bölgülər aydın şəkildə göstərilmişdir. Polineziyaya daxil olan adalar Tuvalu, Tokelau, Samoa, Cook və s. buradakı adalar qeyd olunmuşdur. Polineziyaya ait adalar. Sonra Melaneziyaya məxsus adalar burada böyüdülmüş formadadır, göstərim. Salomon, Santa Cruz, Vanuatu, Fiji, Yeni Kaledoniya, Bismarck, Yeni Gvineya adaları Melaneziyaya daxil olan adalardır. Və Mikroneziyaya daxil olan adalar. Mikroneziyaya daxil olan adalar Kiribati, Marshall, Karolin, Marian adaları və s. adalar Mikroneziya adalarına daxildir. Burada da böyüdülmüş formasıdır. Daha ətraflı göstərilmişdir. Və demək, Polineziya adaları haqqında burada məlumat yazılıb. Sakit Okeanın mərkəzi hissəsində Okeaniyada yerləşən adalar qrupudur. Coğrafi koordinatları verilmişdir. Və ölkələrin adları da qeyd olunmuşdur həmçinin.